Baxıram 140-a. 140-da deyir ki, A ədədi B ədədinin 25%-ni təşkil edir. A bərabərdir B vur 25 böl 100. Aha. B ədədi A ədədinin neçə faizini təşkil edir? Buradan da ixtisar etsə 4A bərabərdir B-yə. Bizə deyir ki, B ədədi A ədədinin neçə faizini təşkil edir? B 4A-ya bərabər olduğundan olacaq 400%. Baxıram 142-ci suala. Deyir ki, 6 qram saf suyu, daha doğrusu 141-ci suala. A ədədi B ədədinin 10%-ni təşkil edir. A bərabərdir B vur 10 böl 100. Deyir ki, A ədədi B ədədinin neçə faiz azdır? Burada tapsam 10A bərabərdir B-yə. Buradan A-mız K, B-miz 10 kalır. Və bizə deyir ki, A B-dən neçə faiz azdır? A B-dən neçə faiz azdırsa, onda 10K-dan K-nı çıxırıq. 9K faizi də çevirəndə. Deməli, neçə faiz az olacaq? 90% az olacaq. Bunu belə də yaza bilərik tənasüblə. Əgər 10K-mız 100% isə, K-mız da X faizdir. X bərabərdir 100K böl 10K eləyir 10. Deməli, bu da 10%-dir. Onda faiz dəyişməsinə görə deməli, əvvəl 107 olub 10, deməli 90% az olacaq. Baxıram 142-ci suala. 142-ci sual deyir ki, 6 qram saf suya 4 qram şəkər qarışlarsa alınan qarışın neçə faizli məhlul alınır? Deməli, maddə böl məhlul vur 100% düsturundan istifadə edərək. Maddəmiz bizim 4 kilo şəkərdir. Buna 6 kilo saf su qarışlarsa məhlulumuz olacaq 10 vur 100. Bu da eləyəcək 40%. Baxıram 147-ci suala. Deyir ki, 20% duz olan duzlu su məhlulundakı duzun miqdarı ilə 30% duz olan duzlu su məhlulundakı duzun miqdarı bərabərdir. 20%-dəki duzun miqdarı X olsun. Daha doğrusu 20%-li X litr olsun məhlulumuz. 30% məhlulumuz da Y litr olsun. Onda bu məhlulun tərkibindəki duzu hesablayanda 20 vur X bölü 100 olur 0,2X bizim duzumuz. Və bunu tərkibindəki duzu hesablasaq 30 vur Y bölü 100 deməli 0,3Y duz. Aha. Birinci məhlulda 0,2X duz oldu. İkincidə də 0,3Y duz oldu. İndi baxaq. Deyir ki, duzun məhlulunda duzun miqdarı bərabərdir. Yəni bizə deyir ki, 0,3Y bərabərdir 0,2X. Buradan da 3Y bərabərdir 2X. Onda Y-imiz 2K, X-imiz da 3K'dır. Aha. Bu məhlula qarışdırdıqda alınan məhluldakı duzun faizini tapın. Deməli, X-imiz olur 3K litrləri silim. X-imiz oldu 3K, Y-imiz də oldu 2K məhlulun miqdarı. Və X-da 0,2X duz var isə 0,2-nə vuranda 3K-ya olacaq 0,6K duz. Birincidə deməli, bunda oldu 0,6K duz. Və Y-im də 0,3-dür. 0,3-ü də Y-ə, yəni 2K-ya vursaq, bu da olacaq 0,6K duz. Bax, indi bu məhlula qarışdırır. Məhlula qarışdıranda maddə böl məhlul vur 100%. O da bərabər. Maddəmiz bizim deməli, tərkibindəki duzun miqdarlarıdır. Maddələr qarışdırsaq 1,2K eləyir. Bölünsün məhlul. Məhlulumuz da 1 3K ilə 1 2K qarışdıranda olur 5K. Vur 100-ə. Bu da eləyəcək 120 böl 5, 24%. Baxıram 148-ci suala. Deyir ki, bilik yarışında iştirak edən şagirdlərin 30% eynəkdən istifadə edir. 30% eynəkdən istifadə edir. Bilik yarışında iştirak edən şagirdlərin sayı X olsun. 30% eynəkdən istifadə edirsə, deməli 70% etmir. Yəni 0,7X istifadə eləmir. Və deyir ki, bu 0,7X şagirdin eynək istifadə etməyən 60% olandı və 60% olandı. Eynək istifadə etməyən 14 qız şagird varsa. İndi bu eynək istifadə eləməyən bu 0,7X-in 60% olansa, onda 40% qızdır. 0,7X-in 40% də qızdır.
Və bizə deyir ki, eynək istifadə etməyən qızların sayı da 14. Buradan da 28x bölünsün 100 bərabərdir 14. X-də tapsaq olacaq 50. Deməli, şagird yarışda neçə şagird iştirak edir də 50 nəfər. Baxıram 149-cu suala deyir ki, 360 litr meyvə şirəsinin 35% portağal, qalan isə albalı şirəsidir. Deməli, birinci portağaldır. Portağal bərabərdir 360-ın 35%, vur 35% bölü 100. Buradan da 5 eksi 2, 5 eksi 7, 18 vur 7. 8 və 56, 5 yadda və 126. 26. Və indi keçək, deməli, digər isə albalıdır. Onda albalı da bərabərdir 360-ın olacaq 65%. 35-i portağal üçün 65 olur albalı bölü 100. Buradan da 5 x'lar gedir ki, 5 x'lar gedir 13, 1, 18, 18-i də 13-ə vursaq, 18 vur 13. Deməli, bu da bərabərdir 234-ə. 234. Bizə deyir ki, bu fərqli meyvələri, şirələrini bir-birinə qarışdırılmadan eyni həcmli qablara bərabər miqdarda. Bərabər miqdarda deyirsə, əbab tapıram 234 və 126-ya. Və ən az neçə qab lazımdır? 234 ilə 126-dan hər ikisindən deməli 6-nı çıxarda bilərəm. 6-nı çıxarsam olacaq əbab. Birincidə 3 39 qalır. İkincidə də 6-nı çıxarsam 21 qalır. Və yenə 3-ü çıxarda bilərəm. 6 vur, 3 vur, əbab. 3-ü çıxarsam 13. Burada da 7 qalır. 13 ilə 7 qarşılıqlı sayıdır. Əbabı 1-dir. O da 6 vur, 3 vur, 1 olacaq 18. Deməli, əbabımız oldu 18. Və bizə deyir ki, bunun üçün ən az neçə qab lazımdır. Deməli, 18 isə burada 234-ü 18-ə böləndə düşür 13. Deməli, bundan 13 qab lazımdır. 126-nın 18-ə böləndə düşür 7. Bundan da 7 qab lazımdır. 13 burada, 7 burada, cəmi 20 qab. Deməli, 13 üstəgəl 7 bərabər olacaq 20 qaba.